Hi, yeah. Hi, Right. how are you? Okay. You're tired. Me, yeah, because right after university I had to go do some stuff, so I'm still wearing the Oh, outside clothes, yeah. no, sorry for that, really. No, no, I mean I volunteered. It's my fault if if it's anyone's volunteer, yeah. If you want, by the way, you can close your camera and mic. I think I'll probably keep it on at least until like initial part. Maybe once they're in the middle of talking. Hmm. But I'll Okay. yeah. But Okay, it doesn't matter. Okay, wait. I'm sending him the link. Yeah, did you get the Just notification like when you entered, it told you that it's getting yeah, 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 recorded? yeah. 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 I'll have my phone ready too with the recording here. Okay, great. I hope we won't lose it too because It will be very awkward if it happened again. Honestly, just let's forget about the grade if we lose it again. It doesn't matter anymore. Yeah. Maybe I'm doing this. Oh, do I have enough? I oh my don't God. have enough storage on my phone. Wait. It's Oh, okay. We're already recording the meeting. It'll be true, I all guess. right. But like at least like five, oops, like 5 to 10 minutes of it, I should also have on my phone if something happens. Like we have confirmation that this interview did happen. I can take screen recording, but like there won't be any voice or sounds. Mm, But we can show it as like, yeah, we did it. Do you yeah. want it? Uh, I mean, this is I'll do recording. anyways. Yeah, 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 you should at least. I'll get this Yeah. thing too. Okay. Are you ready? I'm sending her the link. Him. Who are they again? Like, I don't really know. I'll just tell him to introduce himself so we can know. I yeah. don't really know. Well, no, like from who? Where Okay. did you find them? From a friend. Oh, he's texting me. Okay, so I'm sending him the link. Okay, are you ready? Okay. It's funny because your recording is so much higher quality than mine. Oh, ah, salam. Aa, Salam, hər vaxtınız xeyir Hər olsun. vaxtınız xeyir. Necəsiniz? Sağ olun, siz necəsiz? Sağ olun, yaxşı olun. Çox sağ olun qəbul elədiyiniz üçün, Buyurun, buyurun. Üzrü müsahibə sən biraz getdim. işlər çox idi. Mesajlara gec-gec baxa bildim, amma Yo, axır ki narahat baxa olmayın, bildim. eybi yox. Çox sağ olun təkrardan. Buyurun. Mən birinci özümü təqdim eləyim. Mən İnci Axundzadə və qrup yoldaşım Amir ADA Universitetində təhsil alırıq və bizim təqdimatımızın mövzusu nədir? Region şəhərlərində yeni universitetlərin yaradılması Azərbaycanda əhali bölgüsünü necə tarazlaşdıra bilər? Bu mövzu üzərində işləyirik və bununla bağlı sizə bir neçə sualımız var idi. Sadəcə bundan Təbii, öncə sizdən özünüzü təqdim eləməyinizi istəyəcəm, zəhmət olmasa, mümkündürsə. təbii ki. Mən Ədi İskəndərli, Gənclər və İdman Nazirliyinin Gənclər İş şöbəsində məktəblər iş sektorundan əməkdaşıyam. Bizdə şöbə 7 fərqli sektordan ibarətdir. Mən də eyni zamanda tələbələrlə iş sektorunda çalışıram. Aha, çox gözəl, çox sağ olun.
Əgər hazırsınızsa, birinci sualla başlamaq istəyirəm. Bir də Başlayaq. başlamadan öncə meeting rekord olunacaq. Sizin üçün Tamam. problem deyilsə, amma sırf dərs məqsədləri üçün istifadə olunacaq. Tamam, problem yoxdur. Okay. Birinci sualım sizə o olacaqdı ki, sizcə gənclərin Bakıya köç etməsinin əsas səbəbləri nələrdir? Ee, deyə bilərik ki, onlar daha çox təhsil müddətində Bakıya seçim olaraq gəlirlər. Çünki həyatlarının müəyyən bir dönəmlərində öz rayonlarında, şəhərlərində yaşayırlar və artıq yenilik, daha yeni təcrübələr əldə etmək üçün, daha yeni biliklər əldə etmək üçün mən düşüncəmə görə onlar artıq müəyyən bir hədəf qoyub Bakıya gəlirlər. Necə ki, misal üçün Bakıda yaşayanlar da müxtəlif xarici ölkələrə gedirlər, dövlət proqramları əldə edirlər, xaricdə təhsil alırlar və bunların hər biri gənclərə bu təhsil dönəmində müəyyən yeniliklər, müəyyən bacarıqlar və yaxud da başqa imkanlar gətirir ki, mən düşünürəm ki, bunların bütün səbəbi budur. Hı hı. Bəs sizcə problem gənclərin Bakıya getməsidir, yoxsa regionların onları saxlaya bilməməsidir? Yetərli imkanların olmamasıdır. Belə deyim, hər zaman mən şəxsi düşüncəmə görə gənclərin bir yenilik üçün olduqları yerdən qısa bir müddətlik belə olsa gedib qayıtma kimi bir imkanı olduğunu düşünürəm. Hansı ki, dövlət proqramları və sair də bunları nəzərdə tutur. Çünki ölkədə bəli, təhsil keyfiyyəti yaxşı səviyyədədir, gənclər inkişaf edirlər və müəyyən fəaliyyətlər var bununla bağlı. Amma eyni zamanda bizim beynəlxalq təcrübələri və yaxud da başqa bir təcrübələri öyrənən bir gənclərə ehtiyacımız var ki, onlar getsinlər, əldə eləsinlər o təcrübələri, gəlsinlər burada tətbiq eləməyə, yeni ixtisaslaşmış kadr kimi formalaşmalarında onlara bu şeylər daha çox kömək edir. Yəni mən deməzdim ki, region saxlaya bilmir və yaxud da ki, başqa bir nüans var orada. Yəni mən düşünürəm ki, hər bir gənc, misal üçün mən özüm də e, bakalavr müddətində təhsil aldığım dövrdə Erasmus proqramı ilə getdim 6 aylıq, daha doğrusu 1 illik getdim təhsilimi aldım, qayıtdım. Və həm gənc üçün bu çox xoş bir şeydir. Necə deyim? Çünki mənim indi hal-hazırda 26 yaşım var və mən bir dəfə o şəhərdə də olmuşam iş dönəmimdə və bu şəhərə mən dönüb baxdığımda görürəm ki, həqiqətən də mənə çox şey qazandırıb və oturub hər hansısa bir dost mühitində, iş mühitində və yaxud da ki, situasiyada biz görə bilirik ki, o müddət ərzində qazandığım təcrübələr mənə bu günləri çox maraqlı olur da. Həqiqətən də bu şeyin mən tərəfdarıyam ki, gənclər tələbəlik dövründə daha çox inkişaf etməlidir, daha gəzməli və daha görməlidir. Dövlət bunun üçün kifayət qədər imkanlar yaradır və mən düşünürəm ki, hər tələbə bu imkanlardan kifayət qədər istifadə etməlidir. Hansı ki, bizim Nazirliyin də beynəlxalq səfərlərin dəstəklənməsi proqramı var ki, gənclər bizə müraciət edirlər, istər region gənci olsun, istər Bakıda təhsil müəssisəsində təhsil alan gənclər olsun. X bir tədbir tapırlar. Bu konfrans ola bilər və yaxud da ki, hər hansısa bir yarış ola bilər, robotexnika yarışı olur və yaxud da ki, hüquq tələbələrinin yarışı olur. Biz hətta bu ilin əvvəlində ADA Universiteti tələbələrinin də bu səfərlərindən birini dəstəkləmişdik. Solbridgedə, Cənubi Koreyada onlar gedib startap biznes plan yarışında iştirak eləmişlər və çox da uğurlu ikinci yerə çıxmışdılar. Yəni sözümün mənası odur ki, məğzu odur ki, məncə gənclər üçün müəyyən bir dövrlərdə, periodlarda yeni bir imkanlar əldə etmək üçün olduqları yerləri tərk edib, yeni imkanlar əldə edib, sonra yenidən həmin o olduqları yerə töhfə verməsi mən çox burada məsələ bir məsələsi deyil. Başqa bir nümunəni mən sizə deyə bilərəm ki, bizim bu illəri Goranboy Gənclər Paytaxtıdır və Goranboyda bir gənc var ki, bu il həmin o gənc Gənclər Paytaxtının gəldi, təqdimatını elədi və çox yüksək səviyyədə o, məsəl üçün Gənclər Paytaxtının seçilməsində onun təqdimatı mühüm rol oynadı. Və o gənc hal-hazırda indi Qazaxıstanda təhsil alır. Bu o demək deyil ki, Goranboy onu saxlaya bilmədi və yaxud da nəsə. Goranboy əksinə bu kimi gəncləri yetişdirdi və ona dəstək oldu ki, o getsin, təhsilini alsın və onsuz da o yenidən öz rayonuna qayıdıb həm rayonu üçün çalışacaq, həm öz inkişafı üçün çalışacaq və təbii ki, indi qismət və imkanlar nədirsə, gənc onlardan istifadə edəcək.
Aha, bəli. Fikrinizə qatılıram. Çox sağ olun bizimlə paylaşdığınız üçün. Sadəcə bir şeyə açıqlıq gətirmək istəyirdim ki, biz beynəlxalq səviyyədə yox, Azərbaycan daxilində danışırdıq. Çünki yəqin ki, bilirsiniz, Bakıda 50-dən çox universitet var, nəinki digər şəhərlərdə e, sadəcə 10, yəni insan sayının balanslı şəkildə Azərbaycana bölünməsi haqqında istəyirdik ki, layihə üzərində işləyək, universitetlərin digər şəhərlərə köçürülməsi ilə bağlı. Bəs bu kontekstdən belə bir sual versəm ki, gənclərin şəhərlərdə öz regionlarında təhsil alması üçün hansı imkanlar yaradıla bilər? Bakıdakı kimi sizcə sosial təhsil baxımından olar, iş baxımından olar və ya sosial həyat baxımından olar? Biz indi belə baxaq da məsələyə. Biz həqiqətən də Bakı səviyyəsinin, yəni təhsil səviyyəsinin yüksəldilməsini, ali təhsil müəssisələrinin sayının daha da artırılmasını mı istəyirik? Bizdə həqiqətən də bu dəqiqə təhsilin və sosial mühitin daha da inkişaf etdirməsini istəyiriksə, bizim regionlarda Gənclər evlərimiz var. Mən təbii ki, indi spesifik olaraq Gənclər və İdman Nazirliyi adından danışıram, amma eyni zamanda öz fikirlərimlə də ümumi fikirlərimi səsləndirəcəm ki, biz həmin Gənclər evləri nəzdində bizim bir sıra fəaliyyət göstərən klublarımız var. Hansı ki, bunlarda vətənpərvərlik klubudur, yəni xarici dil klublarıdır, debat klublarıdır ki, hansı ki, gənclərin natiqlik və özünü ifadə etmə bacarıqlarını inkişaf etdirməsi üçün. Yəni biz bu kimi layihələrin sayını mən düşünürəm ki, daha çox eləsək, əgər həqiqətən də regiondakı gənclərin daha da inkişafını artırmaq istəyiriksə, yəni belə deyim də, biz misal üçün gedirik hər hansısa bir intellektual yarış keçirdirik. Gənc bunu çox böyük rəğbətlə qarşılayır. Çünki gəncin regionda e, bu kimi məşğuliyyətləri çox azdır. Sual oyunlar klubu var, intellektual oyunlar təşkil edən şirkətlər var, MMC-lər var. Amma regionda bunu təşkil edən çox az saydadır. Ona görə də mən düşünürəm ki, həm cəmiyyətin regionlardakı bu kimi maraqlarını təmin etmək lazımdır və onlar üçün Bakıda məsəl üçün təşkil olunan Bakıda hər bir gənc belə deyim də öz asudə vaxtını öz istədiyi kimi səmərəli bir şəkildə təşkil edə bilər. Onun seçimləri çoxdur. Amma regionda isə bu seçimlər biraz ondan daha az bir versiyadadır. Biz eyni səviyyəyə gətirməliyik ki, Evet. bunu hər bir gəncin öz tələbatı var. Gənc istədiyi tələbatı əldə edə bilsin. Onun seçimi məhdudiyyətdə olmamalıdır. Bu gün ola bilər intellektual oyun istəsin, sabah başqa bir futbola getmək istəyə bilər və yaxud da ki, başqa bir idman oyunu ola bilər və yaxud da ki, başqa bir şey ola bilər. Misal üçün, biz Bakıda bu dəqiqə görə bilərik ki, e-sport son zamanlarda daha da inkişaf eləyir. Yəni idman oyunudur və bir məşğuliyyət növüdür. Amma regionlarda gəncin bu kimi imkanları daha aşağıdır. Məsəl üçün esport növlərindən ola bilər bəzi bir neçə oyun orada olsun. Amma hansı ki bugün beynəlxalq arenaya çıxmağa vəsiqə qazandıran bəzi yarışlar var ki, onlar regionlarımızda bəlkə də istifadə olunmur. Yəni bilmirəm, bəlkə siz bilirsinizsə bu barədə deyim mən, amma mən heç bunun şahidi olmamışam. Bu kimi əlavə yan məşğuliyyətləri daha da artırmaq lazımdır. Çünki belə bir şey deyim də, təhsil bəli önəmlidir mütləq səviyyədə, amma təhsillə bərabər praktiki səviyyədə nələrsə nəzəri praktiki biliklər də əldə etməlidir ki, nəzəri biliklərin yanında bunlar çox önəmlidir. Öyrəndikləri sadəcə teoriya üzərində qalmamalıdır. Nələrsə inkişaf elətdirməlidir. Digər yan fəaliyyətlər isə sadəcə onun dünya görüşünü daha da artırır, belə deyim də. E, Vizyon deyilən bir məsələ var da, o vizyonu inkişaf elətdirir ondan ki, gün mən bunu gördüm, daha da inkişaf elətdirdim. Misal üçün, robotexnika sahəsində regionlarımızdan bəzi gənclər çıxır ki, onlar fərqli ixtiraları ilə fərqli bir formada qarşımızda olurlar. Bu çox həqiqətən də xoş bir məsələ. E, Səsim gəlir. Ə, Gəlir, sadəcə arada görüntünüz donur. Amma yəni problem yoxdur. E, Tamam. E, Deməli, Türkiyədə mən bunun şahidi olmuşam ki, Deneyap atölyeləri var. Gənclər evlərinin nəzdində. Bu Deneyap atölyeləri nə edir? Misal üçün, siz 3D printerlə nəsə yazıcı ilə nəsə yazmaq istəyirsiniz və yaxud da ki, robotexnika sahəsində nəsə bir
Ümumiyyətcə bu dərsləri sizə keçirlər də. Baxın, ölkəmizdə də bunu inkişaf elətdirsək biz, nə təkcə bu yox ha, yəni günümüzdə süni intellekt öz qloballığını qoruyur və daha da artırır. Süni intellektlə bağlı müəyyən yeni bir peşə formaları da ortaya çıxır artıq. Biz bunları yaratmalıyıq ki, regionlardakı. Bəli, Bakı artıq öz e, digər məşğuliyyətlər, digər peşələrlə artıq ixtisaslaşdırır gəncləri, amma biz eyni zamanda rayonlarda da bunun cəlbini başlamalıyıq artıq. Bəlkə də başlamışıq, amma daha da inkişaf elətdirməliyik. Düzdür, bəli. Ə, Bəs sizin fikrinizcə dövlət və universitetlər bu məsələ ilə bağlı bir yerdə necə əməkdaşlıq eləyə bilər? Öz dövlət qurumundan nümunə gətirə bilərəm ki, biz hal-hazırda universitetlərlə müxtəlif tədbirlər, müxtəlif düşərgələr, forumlar həyata Hı keçirdirik hı. və belə deyim də, hər ali təhsil müəssisəsi ilə bu kimi yanaşmalar onların tələbələri üçün çox yaxşıdır. Mən də hal-hazırda Qubadayam Hı. və Qubada Bakıdan gəlməyimin səbəbi də budur ki, biz hal-hazırda Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ilə birlikdə mədəniyyət almış peşəkarları ilə, necə deyim, mütəxəssisləri ilə biz onları görüşdürürük ki, misal üçün dünən çox bir şey, xoş bir şeyin şahidi oldum. Kukla teatrından bir əməkdaşın, yəni o tam olaraq onun terminini bilmirəm necə səslənir, amma yəni kukla ustasının gənclərlə görüşü idi ki, kuklalarla necə oynanılmadı və yaxud da ki, ondan necə istifadə olunma qaydalarını ona izah eləyirdi və çox gözəl bir mənzərə yaranmışdı. Həqiqətən də gənclər burada maraqlı iştirak edirdilər, özləri də aldılar kuklalardan istifadə elədilər. Ya bu kimi fəaliyyətlər dediyim kimi, təhsil hər zaman var, nəzəri biliklər hər zaman var. Onları teoriyadan çıxarıb praktiki biliklərə gətirmək lazımdır ki, onsuz da onlar praktikada bu təlimlərin hamısını görürlər. Gəlirlər burada mütəxəssislərlə hər hansısa bir master klasslar, workshoplar eləyəndə bu qədər idi, amma bizim istifadə məsələmiz var idi ki, gənclər indi hazırda daha çox bu imkanlardan yararlana bilirlər. Mən öz dövrümdə olduğum düşərgə alıb ki, yəni biz bu düşərgədən bunu əldə etmişdik, bu forumdan bunu görmüşdük, bu şəxslə də tanış olmuşduq. Çünki ali təhsil müəssisələri ilə universitetlər bu kimi əməkdaşlıq eləməlidir ki, yeri gələndə dövlət qurumlarının mütəxəssisləri ilə və yaxud da ki, böyük şirkətlərin mütəxəssisləri ilə həmin tələbələr görüşməlidir. Bəlkə tələbə ondan ilhamlanacaq, yeni bir işə başlayacaq, yeni bir fikir onda formalaşacaq və yaxud da ki, öz işi ilə bağlı yeni imkanlar əldə edə biləcək və yaxud da çox şey sadalaya bilərəm əslində. Yəni bu kimi nüanslar elə xırda şeylərdən başlayır. Qısa bir düşərgədən, bir seansdan ibarət olur bunlar ki, həqiqətən də bir gəncin həyatında bu dönüm nöqtəsi olur. Başa düşdüm. Çox sağ olun. Sizə son bir sualım daha olacaqdı. Deməli bizim mövzumuz bildiyiniz kimi, yəni ideyamız region şəhərlərində yeni universitetlərin yaradılması Azərbaycanda hal bölgüsünü azalda bilər idi. Siz bizim həll yolumuz haqqında nə düşünürsüz, onu bilmək istəyərdim. Yəni sizcə bu fikrin Azərbaycanda gələcəkdə, yəni həyata keçirilməsi mümkündürmü? O təbii ki, mümkündür. Çünki istər ərazi baxımından ərazi var, yeni kampusların salınması üçün istər Bakının ətrafında istərsə də biz məsələyə baxmalıyıq ki, həqiqətən də regionu mu inkişaf etdirmək istəyirik, yoxsa Bakıdakı sayı azalımını mı istəyirik? Bu çox yaxşı təhlil olunmalıdır. Çünki biz çox körtəbii şəklinin sayının azalmasını istəyiriksə, bu bəlkə də çox uğurlu bir layihə olmaya bilər. Biz bilməliyik ki, həqiqətən də nə istəyirik. Bakının həqiqətən də sayı azalması bir paytaxt üçün lazım olan, necə deyim, xarakteristikanı itirə bilərmi və yaxud da necəsə də belə deyim. Bunun təbii ki, mütəxəssisləri bu sahədə çox yaxşı məlumatlıdırlar. Mən bu barədə fikir bildirməyə bilərəm. Amma bu layihə məncə region üçün çox uğurlu olar. Hansı ki, Qarabağ Universiteti region üçün çox mötəbər bir addımlardan biri oldu ki, Qarabağ Universitetində gedirlər, gənclər təhsillərini alırlar, onlar üçün yeni fürsətlər, yeni imkanlar yaranır və
region gəncləri də bu imkanlardan yaranırlar. Hansı ki, sizin dediyiniz məsələ Bakıya gəlmirlər, digər regionlarda təhsil almırlar. Elə öz regionlarında evlərinin yanında gedirlər təhsillərini alırlar. Və yaxud da ki, Mingəçevir Dövlət Universiteti, Gəncədə 3 ali təhsil müəssisəsi var ki, aqrardır, texnologiyadır, Gəncə dövlətdir. Regionun inkişafına güclü töhfə verir. Misal üçün, Gəncə gəncləri, o regiondan olan gənclər onların son zamanlarda bu arada universitetlərinin çox belə artım dinamikası var. İnkişaf baxımından, təhsil baxımından. Onların son baxıram mən ki, misal üçün də məqalələr və sair beynəlxalq səviyyədə çox yaxşı öz məqalələrini artırırlar. Və artıq universitetin belə inkişafından sonra həm region inkişaf edir, həm gənc maraqlı olur bu hissədə və qarşılıqlı bir şəkildə əməkdaşlıqla, qarşılıqlı bir şəkildə fəaliyyətlə həm region inkişaf edir, həm gəncə yeni fürsətlər yaranır, həm də ali təhsil müəssisələri inkişaf edir. Və sizin dediyiniz məsələ də təkcə bu regionlarda deyil, digər regionlarda da açılması mümkündür ki, aşağı-yuxarı demək olar ki, bir çox rayonlarda ali təhsil müəssisəsi, ali və orta ixtisas təhsil müəssisələri var, amma bu kampusların genişlədilməsi yaxşı bir hadisədir. Misal üçün, digər ölkələrdə, misal üçün də təxmini olaraq deyirəm də, bir şəhərə 30 dənə, 20 dənə ali təhsil müəssisəsi düşürsə, biz təbii ki, o say olaraq, ərazi olaraq o qədərini təmin edə bilməsək də, ən azından 2 və daha artığına gedə bilərik. Düzdür. Çox sağ olun bizlə fikirlərinizi paylaşdığınız üçün və vaxt ayırdığınız üçün minnətdaram. Həqiqətən çox sağ olun. İntervyumuz bu qədər idi. Təşəkkür edirəm sizə. Buyurun, buyurun. Yəni mənim üçün çox xoşdur ki, bilməm sizə nə dərəcədə yardımcı oldu və yaxud da yardımcı Yox, olmadı. oldu. Yəni istədiyiniz qədər danışa bilərəm. Yəni açıq vaxtım da var. Mən indi hal-hazırda doktoranturada təhsil alıram. Aha. Dərs vaxtıma görə biraz sizdən xahiş edirdim ki, qabağa gəlsin də. Amma Yox, problem yox. hələ də danışmağa imkanım var, yəni nə lazımdırsa. Eyni zamanda bu indi rekorder söndürmüsünüzsə, bu söndürmüsünüz. Bir saniye. Deyəsən yox. Bir Tamam. saniye. Şey eləyirəm bunu. Pause eləyirəm.